Yoldaşlar, hər vaxtınız xeyir olsun. Çox tələbənin gözlədiyi yanvar qəbulunun, yəni AC və AB kateqoriyaları üzrə qəbulun bütün məntiq suallarının izahı ilə tanış olacaqsınız. Bilirsiniz ki, proqram eynidir və mövzular eynidir. Hətta BA-ya və BB-yə səhər saatlarında olan imtahanda düşən sual tipləri ilə günorta AC-yə və BA-ya, AB-yə düşənlərin hətta mövzuları belə bəzən eyni olur. Sadəcə sualın tipi və yaxud rəqəmləri, ədədləri dəyişir. Ona görə də mütləq diqqətlə dinləyin və tam agah olun suallardan. 71-ci sual. Hansı variantdakı ifadəni nöqtələrin yerinə qoyanda mətn daha dolğun şəkildə tamamlanacaq? Bugün cəmiyyətin inkişafı üçün elm və texnologiyanın rolu danılmazdır. Yeni kəşflər, texnologiyalar insanların gündəlik həyatını asanlaşdırır. Məhsuldarlığı artırır, xüsusilə də süni intellekt sahəsindəki sürətli irəliləyiş bir çox sahədə inqilabi dəyişikliklərə səbəb olur. Artıq bir çox işlər avtomatlaşdırılır, məlumatların analizi daha sürətli və dəqiq aparılır. Lakin bu inkişafla yanaşı bəzi narahatlıqlar da var. İnsanların şəxsi məlumatlarının təhlükəsizliyi və texnologiyanın etik sərhədləri cəmiyyətin qarşısında duran əsas məsələlərdən. Buna görə də nə olmalıdır? İnsanlar yalnız ənənəvi üsullardan istifadə etməlidir. Bu düz deyil axı yoldaşlar. Müasirləşir bütün dünya. Biz sırf konfidensiallığımızı, təhlükəsizliyimizi qorumaq üçün dədə-baba metodlarından istifadə etməli deyilik axı. Yəni indi tutaq ki, biz xaricə mesaj göndərmək istəyirik. Neyniyə? Bunu poçtla göndərək, həftələrlə mesaj getsin ora. Təbii ki, yox. Sadəcə biz nə etməliyik? Biz texnologiyanı o qədər təkmilləşdirməliyik ki, o bizim təhlükəsizliyimizə hörmətlə yanaşsın, təhlükəsizliyimizi pozmasın və bizim, belə deyək də, qısacası texnologiyanın etik sərhədləri bəlli olsun. Texnologiyalar daha da təkmilləşdirilməlidir və bu vətəndaşların narahat olduğu məsələlər də yavaş-yavaş aradan qaldırılmalıdır. Digər variantlarda qeyd olunub ki, siyasətçilər bu məsələlərə ciddi olmalıdır. Siyasətçi məsələsi yoxdur axı burada, sırf insanlardan söhbət gedir, standart şəxsi təhlükəsizlikdən söhbət gedir. Texnologiya tamamilə qadağan edilməlidir. Niyə? 100 il əvvələ qayıtmalıyıq? Təbii ki, yox. 72-ci sual. Finiş xəttinə ilk altılıqda çatan idmançılarla bağlı aşağıdakılar məlumdur. Gəlin bu sualı sərgəli şəkildə həll edək və siz də maraqla dinləyin. Bu şəxslər A, B, C, D, Y və F kodlu iştirakçılardır. Mən sərgəli şəkildə elə o iştirakçıların adlarını yazacağım və onların sıra nömrəsini. Deməli A, B, C, D, Y və F birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı gəliblər deyir. B və C və D 2, 4 və 6-cı yerləri tutmayıblar. B və C və D ikinci, dördüncü və 6-cı yerləri tutmayıblar. Minusları qoydum. Y-nin nəticəsi, F-in nəticəsi Y-dən yaxşı, lakin A-dan pisdir. Baxın, F-in nəticəsi Y-dən yaxşıdırsa, deməli F sonuncu deyil də, ən azından bir nəfərdən yaxşıdır. Deməli F 6-cı deyil. A-dan da pisdirsə, onda belə çıxır ki, birinci yer ola bilməz də F. Ən azından bir nəfərdən. A-dan zəifdir. Ki verin A-dan pisdirsə F, belə çıxır ki, A F-dən yaxşıdır, düz deyil. Onda A da sonuncu yer ola bilməz. Həmçinin Y də F-in nəticəsi Y-dən yaxşıdırsa, deməli Y-də zəifdir də, Y-də pisdir. Deməli Y-də birinci yer ola bilməz. Buradan bir kömək yaranır. 6-cı yer bəlli olur ki, Y-dir. Yəni Y 6-cı yerdir. Deməli 5 deyil, 4 deyil, 3 deyil, 2 deyil, 1 də deyil. C qalib deyil. C qalib deyil. Minusunu qoydu. Y-yə ən yaxın nəticəni B göstərib. Y 6-cı yerdir. Ona ən yaxın nəticə nədir? Deməli 5-ci yerdir. Onda B 5-ci yerdir. Həmçində başqa yeri tutmuyor. A və D-nin tutduğu yerləri təyin edin deyir. A və D hansı yerləri tutublar?
Bunlar A üçün 1, 2, 3, 4 boşdur. D üçün də 1, 3 boşdur. Yerdə qalanlar zanitdir. Gəlin bir də bəzi cümlələr oxuyaq. F-in nəticəsi Y-dən yaxşıdır. F-in nəticəsi Y-dən yaxşıdır. A-dan isə pisdir. F A-dan pisdir. Deməli F birinci ola bilmirsə, ki verin F nə olacaq? F ola bilər, tutaq ki dördüncü. Hə? Onun nəticəsi A-dan pisdirsə, onda belə çıxır A dördüncü ola bilməz. Əgər A dördüncü olsa, F gərək beşinci olsun. Beşinci də ola bilmir axı. Onda A ya 1, ya 2, ya 3'dür. F'in nəticəsi Y-dən yaxşıdır. Y-dən yaxşıdır, yəni 6-cı yerdən yaxşıdır. Bu 2, 3, 4'dür. Y-yə ən yaxın nəticəni də B göstərir. Bu da məlum. A, C-nin nəticəsi bilinir də. Fikir verin. Heç bunu görmürəm. C 1 deyil, 2 deyil, 4 deyil, 5 deyil, 6 deyil. Deməli 3-cü yer. Şu. Bu da təyin oldusa işimiz düzəldi. D də birinci yer oldu. Onda A da ikinci yer oldu. F də dördüncü yer oldu. Görmürdüm bunu bayaqdan. İndi baxın. F-in nəticəsi Y-dən yaxşıdır. Bəli, F 4'dür. Y də 6'dır. Yaxşıdır. A'dan pisdir. Bəli, A 2'dir. F də 4'dür. Y-yə ən yaxın rəqib B-dir. Bəli, 5, 6. Düz dəyişir. A və D-nin tutduqları yerlər. A 2'dir. D də 1'dir. Cavab A variantı. Növbəti sual. 73-cü sual. M-in K-dan böyük olduğunu deyir, nəzərə alıb sualı həll edin. Yerinə qiymətlər qoyub yoxlamaq olar. K-ya 1 versəz, məsələn, L olacaq 3. L 3 olsa, N olacaq 4. N 4 olsa, K da 1'də axı. Onda M olacaq 3. M də 3, L də 3 alınmır axı. Yuxarıda yazıb ki, eyni hərflər eyni rəqəmləri, fərqli hərflər isə fərqli rəqəmləri göstərir. Yəni L 3'dürsə M də 3 ola bilməz. Onda nə edirik? 2 yoxlayırıq. 2 plus 2 4. L 4 ise üstüne 1 gələndə 5. N 5 ise K da 2 ise M olacaq 3. Həqiqətən M3 K2 olanda böyük şərtində ödəyir. Bəli. Qoyun burada yerinə NKM yəni 523 çıxılsın LNK. L nədir? 4. N nədir? 5. K nədir? 2. Bir-birindən çıxanda bunları eləyir 71. Cavab Y variantı. Növbəti sual tərəzilər bölməsini əhatə edən bir sualdır yoldaşlar. Biz nə edə bilərik burada? Fikir verin, məndən soruşur kvadratlar və üçbucaqlar nəyə bərabərdir? Biz 3 dənə üçbucağın yerinə 4 dənə kvadrat qoya bilərik. Düzdür? Onda bu 2 dənə kvadratı saxlamaq şərti ilə 1, 2. Digər 3 dənə üçbucağın yerinə 4 dənə kvadrat qoyun. 1, 2, 3, 4. Təbii ki, cavabda 6 dənə kvadrat yoxdur. Onda əvəz etmə edirik. Hər 3 kvadratın yerinə 2 dairə uyğunlaşdırırıq. Bax, 3 dənə kvadratın yerinə 2 dairə. Bu birisi 3 dənə də kvadratın yerinə 2 dənə dairə. Cavab çıxdı. 75-ci sual. Cədvəllər, riyazi cədvəllər bölməsinə aiddir. A üstəgəl B bərabərdir 2C çıx 1. B üstəgəl C bərabərdir A üstəgəl 14. A üstəgəl C isə bərabərdir 15. Bu ikisini tərəf-tərəfə çıxmaq olar yoldaşlar ki, B'lər ixtisar getsin. Qalacaq A çıxılsın C bərabərdir 2C çıx A. 1-dən də 14 çıxanda eləyir, mənfi 1-dən 14 çıxanda eləyir mənfi 15. Burada sadələşdirmə aparsaq, olacaq 2A bərabərdir 3C çıx 15. A-nın da yerinə nə qoymaq olar? 15 çıxılsın, C qoymaq olar da, düz deyil. Gətirək qoyaq. 2 vurulsun, 15 çıx C. Eləyir. 2-ni bura vururam da. Eləyir 30 çıx 2C bərabərdir 3C çıx 15. C-ləri bir tərəfə yığıram, olur.
5C bərabərdir 45. C bərabərdir 9. C'ni 9 tapdıq. Onda A da 15 çıx 9'dur da. Yəni A da 6'dır. B'ni də tapmaq lazımdır. Deməli, yuxarıda yerinə qoya bilərik. 6, A'nın yerinə 6 qoydum. Üstə gəl B bərabərdir. 2C çıx 1. C nə idi? 9. 2 vur 9, 18. Bir də çıxanda 17. Buradan da B nəyə bərabər olur? B də bərabər olur 11'e. Şöh. 11 plus 6, 17. Çıxılsın 9 eləyir 8. 76 tələbələrdə kifayət qədər maraq doğuran, amma bir o qədər də sadə olan bir sual. Baxın, kvadrat dairəyə çevrilib, içindəki 3 nöqtə bir vahid azalıb olub 2 nöqtə. Üçbucaq saata çevrilib, saat 3'dür, burada saat 1'i göstərir. Yəni 2 vahid azalıb. Saat kvadrata çevrilib, dairə də qara dairəyə. İndi fikir verin. Üçbucaqdan 4 dənə ox qoyublar. Birinci ox üçbucağı nəyə çevirəcək? Birinci ox. Üçbucağı çevirəcək saata. 3'dür, saat 1 göstərir. Onda belə çıxır ki 6'dır. 2 vahid azaldıb da 3'dür, 1 göstərir. 6'dır, bizdə də saat nə göstərəcək? 4'ü göstərəcək. Saatdan hara keçirik? Saatdan kvadrata keçirik. Deməli ikinci ox da saatdan kvadrata keçir. Saat 3'dürsə 5 tane nöqtədirsə 2 vahid artır. 4'dürsə 2 vahid artır, olur 6 dənə nöqtə. Yəni kvadrat içində 6 dənə nöqtə. Bundan hara keçirik? 3-cü oxu da həll edirəm. Bundan keçirik dairəyə. 3 nöqtə azalıb 1 vahid olub 2. 6 nöqtədə azalacaq 1 vahid olacaq 5. Düzdür? Sonuncu oxda ağ dairəni neynir? Qara dairə. Olacaq qara 5. Cavab Y variantı. Növbəti sual. Cavab variantında verilmiş figurlardan 4'ünü birləşdirəndə 3 bucaq alınır. Biri artıqdır. Artıq olanı seçin. C variantı bu sağ tərəfdir. D variantı buradır. Bax bura. A variantı buradır. Y variantı da bura. Cavab B variantıdır artıq olan. A variantını biraz daha belə çəkə bilərdim. Ki verin, indi daha düz oldu. Təsəvvür eləmək lazımdır. Xüsusi bir metodu yoxdur. 78. Baxın 9 ilə 1'in fərqi 8, 3'ə vurublar 24. 4 ilə 3'ün fərqi 1, 3'ə vurublar 3. 6 ilə 2'nin fərqi 4, 3'ə vuracaq 12. Kanı tapdıq, davam eləməyə ehtiyac yoxdur. Baxın ikinci sətrə. 9 ilə 1'in cəmi 10, 4'ə vurublar. 4 ilə 3'ün cəmi 7, 4'ə vurublar. Əmin olmaq istəyirsiniz? Cəmləri 8, 4'ə vurublar. Bəs axırda nə ediblər? 4 vur 3, 12, 2'yə vurublar 24. 6 vur 2, 12, 2'yə vurublar 24. 9 vur 1, 9, 2'yə də vuracaqsınız 18. 12, 18 və 28 toplayacaqsınız, cavab 58. Baxırıq növbəti suala, 79-cu suala. Rəqəmlər cəmi 3, 4, 5, 6, 7'dir. İndi də bizə rəqəmlərin cəmi 8 lazımdır. Cavab Y variantı. 1 ilə 7'nin cəmi 8 edir. Keçirik 80-ci sual Hitori. Baxın görün necə rahat cavabını vermək olurdu imtahanda bu sualın. Sual belədir. Deyir ki, Hitori'nin yuxarıdan ikinci sətrindəki rənglənməmiş xanaları seç. Yuxarıdan ikinci sətirdə yoldaşlar. S-ni onsuz da rəngləyə bilmərik. Niyə? Çünki o sütunda və sətirdə çoxdur. Çoxdur nə idi? Bir dənədir. Mən tələbələrimə bu metodu da öyrədirəm ki, bilsinlər ki, hər hansısa bir şeydən sütun və sətirdə bir dənədirsə onu dairəyə almaq olar. Burada da C ilə C'nin ortasında Y var. Onu da dairəyə alırıq. Fikir verin. C ilə Y rənglənmədi ki. Artıq cavab çıxdı. C ilə Y rənglənmədi. Deməli cavablarımda 3 də olmalıdır 5'də.
3'ün də 5'in də olduğu bir dənə variant var idi qəbulda da. Amma təbii ki, mən bu sualı axıra çatdırmaq istəyirəm. Baxın, Y ilə də Y-nin ortasında C var. Bu Y-yə görə bu Y qaralır, yanları ağarır. Bu C-yə görə bu C qaralır, yanı ağarır. Bu C qaralsa B bloka düşər. Ona görə bu. Ümumiyyətlə bu B-yə görə bu B qaralır. Avtomatik yanları ağarır. Heç yormayayım sizi. Sonra bu D sətir üstündə təkdir, ağarır. Sonra bu iki dənə D-dən görürsünüz ki, o getmir, davam eləmir. Bu iki dənə D-dən birini qaraldın, birini ağardın. Başlayın sualı həll eləməyə. Səhv çıxsa yerini dəyişin. Bilirsiniz də bu ipucusuz teorinin həlli qaydasıdır. Qara xananın yanında ağarır. Bu aya görə bu A qaralır. Əgər bu B-ni qaraltsaq, A bloka düşür. Ona görə bu ağarır. Ona görə bu qaralır. Yanları ağarır. Buna görə bu qaralır. Yanı ağarır. Qaraltsam A-nı B bloka düşər. Ona görə A ağarır. Bu da qaralır. Tüh, bu qədər. İkinci sətirdə heç nə qaralmadı. Yəni A da, B də, C də, D də hamısı D də düzgün cavab kimi seçilməlidir. Növbəti suala keçirik. Məşhur anagram tipidir. Kanyon çayın böyük daşlar üzərində əmələ gətirdiyi hissələrə deyirlər. Dağların e, çaydan formasını dəyişmiş hissələridir. Kanyon. Yonqar da taxtadan qırılıb tökülən hissəciklərdir. Apilka deyirlər, yonqar. Çox tələbə bu sualdan şikayət edir ki, biz bilmirik axı kanyon sözünün mənasını. Digər variantlar o qədər absurddur ki, siz onları heç götürmərsiniz. Məsələn, kansler söz var, amma silergar söz yoxdur. Kantata var, amma tatagar söz yoxdur. Kandar sözü var, amma dargar sözü yoxdur. Kanape söz var, amma e, appegar adında söz yoxdur. Belə o birlər çox mənasızdır deyə A-nı yenə də mənasını bilməsəz belə ən azından hardasa eşitmisiniz. 82-ci sualda üfüqi xəttlər 4 dənə idi. Sonra 2 olub, sonra da yoxa çıxıb. Yəni 4, 2, 0. 2, 2 azalır. Burada da 5, sonra 3-dürsə, sonra 1 olmalıdır. Bir dənə üfüqi xətt ya A-dadır, ya da Y-də. Söhbət K üçün gedir. Şaquli xəttlərdə baxın 2 idi, 3-dür, sonra 4 olub. Bir vahid artıb. 1, 2, indi olacaq 3. Ona görə cavab avtomatik A variantı. Heç elə axtarmağa dəyməz. Benzin yanacaqdır. Bəs nə hərfçidir? Əskər. Bəzi tələbələr düşünür ki, insan da hərfçi ola bilər də. Yoldaşlar, baxın, bu cümləni istifadə edin. Hər benzin yanacaqdır. Liboy benzin yanacaqdır. Bəs Liboy insan əskərdir? Xeyr. Hərbçidir? Xeyr. Yəni benzinin növləri çoxdur da. A95 var, nə bilim premium var, aşağı oktanlı benzin var. Nə qədər benzin varsa dünyada hamısı yanacaqdır, yandırmaq üçün. Dünyada nə qədər əskər varsa hamısı da hərbçidir. Amma dünyada nə qədər insan varsa hamısı hərbçidir demək düz deyil axı. 84. Aşağıdakı ardıcıllıqların müəyyən qanun uyğunluğu var. Qanun uyğunluğu müəyyən edin, davam edin deyir. Baxın, bölüb 2-yə. Çıxıb 3. Sonra vurub 4-ə. Vurub 4-ə gəlib 5. Əslən bunu sütun boyunca əldə etsəm sizə daha rahat gəlir. Baxın, bölüb 6-ya. Sonra da bölüb 10-a. Burada 7 çıxıb. Burada 11 çıxıb. Burada 8-ə vurub. Burada 12-yə vurub. Burada da 9 gəlib. Burada 13 gəlib. Burada da 17 gəlib. Ki versiniz nə demək istədiyim. Bax. 4 vahid dəyişir. 2-yə böl, 6-ya böl, 10-a böl, indi 14-ə böl. 3 çıx, 7 çıx, 11 çıx, indi də 15 çıx.
4'e vur, 8'e vur, 12'ye vur, indi 16'ya vur. Belə də baxın. Böl, çıx, vur, gəl. Bu hamısında eynidir. 2, 3, 4, 5. 6, 7, 8, 9. 10, 11, 12, 13. 14, 15, 16, 17. İndi belə deyək. Düşünməliyik ki, nəyi 16'ya vuranda 32 edir. 2'ni bu birlər getdi. 2. Nədən 15 çıxanda 2 edir? 17'dən avtomatik cavab çıxdı. Bir-bir yoxlamağa dəyməz. Tüm variantları bir-bir yoxlamayın. Belə şeylərdə vaxt itirməyin. Yenə bir ardıcıllıq sual var idi. Gəlin ona da baxaq. 1 ilə 2 qalma uyğundur, 3 ilə də 4. Neyniyib? 8 gəlib 2'yə bölüb. Yenə 8 gəlib 2'yə bölüb. Aşağıda isə 8 çıxıb 2'yə vurub. 8 gəlib 2'yə bölüb. Aşağıda da 8 çıxıb 2'yə vurub. Ədədləri saxlayıb olduğu kimi əməlləri dəyişib. İndi burada 10 gəlib 4'ə bölüb. 10 gəlib 4'ə bölüb. Aşağıda nə etməlidir? 10 çıxmalıdır, 4'ə vurmalıdır. Bax, 10 çıxıb 4'ə vurub. 10 çıxıb 4'ə vurub. Belə cavab A variantı. Burada 10 çıxıb 4'ə vurmayıb, burada da vurmayıb. Burada 12 çıxıb, burada yenə 4'ə vurmayıb. Belə. Davam edirəm 86-cı sual. 86-cı sual kublar bölməsini əhatə edir. Deyir ki, hansı 3 üzü eyni anda görünə bilər? 1 ilə 5 qarşılıqlıdır, 2 ilə 9 qarşılıqlıdır, 7 ilə də 4. Bunlar eyni anda görünə bilməz. 1 ilə 5 eyni anda görünə bilməz, A getdi. 7 ilə 4 eyni anda görünə bilməz, D getdi, C getdi. 2 ilə də 9 görünə bilməz, B də getdi. Qaldıq Y variantında. Səksən yeddinci sual. 52 və 41. 18 alınıb. Necə? 5 ilə 2'nin fərqi 3. 4 ilə 1'in fərqi 3. 3'ün kvadratı və 3'ün kvadratlarını toplayıblar 18. Məncə ağır sual saymaq olar. 9 ilə 7'nin fərqi 2. 2'nin kvadratı 4. Bunların fərqi 3. 3'ün də kvadratı 9. Toplayanda 13. Bunların fərqi 3. Kvadratı 9. Bunların fərqi 6. Kvadratı 36. Toplayıram 45. Fərqlərinin kvadratlarının cəmi. Gizlənmiş paralelipiped olmadığını nəzərə alıb sayın paralelipipedləri. Baxın, bu 1, bu 2, bu 3, bu 4, bu 5, bu 6. Bu 7, bu 8, bu 9. Bu 10, üstündəki 11. Bu 12, üstündəki 13. Bu 14, üstündəki 15. Bu 16, bu arkadaki 17, üstündeki de 18. Cevap C variantı. Yoldaşlar, bu sualda 89'uncu sualdan BB kategoriyası üzrə imtahanda da var idi, BA-da da. Mən həmin videonu çəkəndə burada sualda texniki bir səhv var idi. Ona görə videonu kəsdim. Bundan əvvəlki qəbulun videosunu. Və sonra onun davamını çəkdim. Yəni videonu 2 yerə böldüm də qısacası. İndi rahatlıqla burada dinləyə bilərsiniz sualı. Deyir ki, 2, 3, 5, 4 və 6 ədədlərinə, rəqəmlərinə hərəsindən ən çox bir dəfə istifadə etməklə 3'ə qalıqsız bölünən 3 rəqəmli ədədləri tapın. Yoldaşlar, 3'ə qalıqsız bölünən 3 rəqəmli ədədlər, bir qalıqsız 3'ə qalıqsız bölünmə şərtini bilməliyik. Nədir? Rəqəmləri cəmi 3'ə bölünürsə, ədəd özü 3'ə bölünür. Rəqəmləri cəmi 3'ə bölünən 3 rəqəmli ədədlər düzəltmək üçün 2, 3, 4'dən istifadə etmək olar. Çünki cəmi 9 eləyir, 9 da 3'ə bölünür. 2, 4, 6'dan da istifadə etmək olar. Çünki rəqəmlər cəmi 12 eləyir, o da 3'ə bölünür. 3, 4, 5'dən də istifadə etmək olar. Çünki 12 eləyir, o da 3'ə bölünür. 4, 5, 6'dan da istifadə olunur. Çünki onların da cəmi 15 eləyir, o da 3'ə bölünür.
Baxın, bundan neçə mümkün variant yaratmaq olar? 234, 243, 324, 342 ve 423, 432. 6 variant. Yani 3 faktoriyel. 6 bu, 6 bu, 6 bu, 6 bu. Cevap eləyir o 24. Ben bundan qabaqki qəbulda 0 da yazmışam. Amma qəbulda 0 yox idi. Və mən də orada bir neçəsini görməmişəm. Heç onları da qeyd etməmişəm cavabda. Tələbələrdən biri diqqətli olub, videonun altına şərh yazmışdı. Onun şərhindən sonra baxdım, gördüm düz deyir. Və sıfırı yığışdırdım və belə deyək də gördüm ki, qəbulda həqiqətən sıfırdan istifadə edilməmişdi. Sualı qısacası yenidən redaktə etdim. 90-cı sual. A ilə B-nin cəmi 16-dır. A plus B 16-dır. B plus C 23'tü. Məşhur ən standart sual tiplərindən biridir də. Topla 2'ye böl, cavab çıxsın. Biraz axırda yorublar bizi, başqa heç nə. Bax, toplayıram hamısını. 2A, 2B və 2C'nin cəmi. Bərabərdir. 16 üstəgəl 19. 35 üstünə də 23'ü gəldik. 58. Onda belə çıxır ki, A plus B plus C bərabərdir 29. A ilə B-nin cəmi 16'dır. Yeni 16 qoysa, 16'ın üstünə nə gələndə 29 edir? 13. Deməli C 13'dür. C-ni yenə 13 qoysaq B 10 çıxır. B 10'dur. B-ni də yenə 10 qoysaq A 6 olur. 2 vur 6 da 12'dir. 12 üstəgəl 10. 22. Çıxılsın 13. Cavab 9. Növbəti suallarla davam edək. Möhtəşəm suallar var irəlidə. Cəmi bir sualı izah etməyəcəm sizə, çünki çox böyükdür və onun ayrıcı izahı var. Bunun ayrıcı izahını ovçu sualı, məşhur ovçu sualı. Yoldaşlar, hələ bu tip məşhurlaşmamışdan mən bunu YouTube'a qoymuşdum və izahı ilə hamını tanış etmişdim. Sualı 8 dəqiqə həll eləmək olur, amma rahatdır. Bunun izahını videonun altına bərkidəcəm. Dinləyirsiniz. Vacib, məşhur sual tiplərindəndir. Mən deyərdim bir 10 dəfəyə yaxın müxtəlif imtahanlarımızda bu sual tipi istifadə olunub. Mütləq baxarsınız. Dedim videonu 2 yerə böləcəm, amma bölmədim. Görürəm 91-ci suala çatmışam. Düşünürəm ki, davam eləsək sizə də uyğundur. Bunun üçün də mən asan yol demişəm. Birbaşa asan yola müraciət edirəm. Baxın, burada belə bir düzbucaqlı var. Uzunluğu 4, eni isə 3'dür. Onda 10 sayısı eləyəcək 12. Bu 6 tam %75'ti. Elə buradakı da olacaq 6 tam %75. Bu üç bucağın eni 1, uzunluğu 3'tür. 1 vur 3 böl 2 eləyir 1 tam onda 5. Bu balaca isə 0 tam %25. Bu balaca isə də 0 tam %25. Bura 0 tam onda 5. Bura 0 tam %75. Bura 2. Burada 3. Bunları biz tələbələrimizlə həll edirik. Cavablarını tapırıq. Sonra göz yaddaşını yadımızda saxlayırıq. Daha imtahanda əziyyət çəkmirik. Bunları toplayırsınız yoldaşlar. Cavab çıxır. İndi məncə ona vaxt itirməyə dəyməz. Ümid edirəm eyni fikirdəyik. 94-cü suala da baxaq. Bax. Burada düyməyə oxşayan işarədir. O aşağı düşüb. Rom qalxıb yuxarı. Sonra romla bu da öz yerini dəyişib. Yəni rom sola keçib, kvadrat sağa. İndi fikir verin. Kvadrat aşağı düşüb. Düymə yuxarı qalxıb. İndi düymə keçməlidir sola. Rom keçməlidir sağa. Qısacası mərkəzində romb olmalıdır. Və digərləri də uyğun yerlərə keçməlidir. Fikir verin, belə də baxa bilərsiniz. 2 dəfə kvadrat burada olub, 2 dəfə romb. İndi 2 dəfə də düymənin növbəsidir. Belə də yanaşa bilərsiniz. Mərkəzdə bir dəfə düymə, bir dəfə romb, bir dəfə kvadrat, yenə bir dəfə düymədirsə, yenə bir dəfə romb olmalıdır. Yəni hara baxsaz, necə baxsaz cavab Y olacaq.
Sol tərəfdəki sual 92-ci sual çox dəhşətli, ağla gəlməz sualdır. Yəni çətin deyil, çox rahatdır. Amma ağla gəlməz də, yəni fikir verin. Çox tələbənin ağlına gəlməz. Bax. Bircə dəqiqə qoy elə izah edeyim ki, sizə rahat olsun. Baxın, 12 ilə 20-nin fərqi 8. Bu ağlınıza gələr. 16 ilə 25-in fərqi 9. Bu da gələr. 8 ilə 19-un fərqi 11 və 3 ilə 15-in fərqi 12. İndi görün nə ediblər? 15 ilə 12-nin fərqi neçə edir? 3. Götürüb buraya yazıblar tam qarşısına. 8 ilə 25-in fərqi neçə edir? 17. Götürüb yazıblar tam qarşısına. 3 ilə 19-un fərqi neçə edir? 16. Yazıblar tam qarşısına. 20 ilə 16-nın da fərqi 4 edir, yazacaqlar tam qarşısına. Cavab D variantı. Dedik, bu suala özünüz baxacaqsınız. Videonun altına pin eləyəcəm. Fırlanma sualında da yazıb birinci fiqur düzgün fiqurdur. Yəni, tüm tərəfləri bir-birinə bərabərdir. Yuxarıya xətt çıxardıram. Bilirsiniz də, simmetrik fiqurlarda xətti saat istiqamətinə gedəndə ən yaxından çıxardırdı. Ki, benim təxminən 40 dərəcəyə oxşuyur. Bunu saatla da işləmək üçün metod öyrətmişəm. Yanvar imtahanının sualını saatla həll eləmişəm. BABB-nin. Bunu da qoy belə bucaq təxmin etməklə eləyək. Bu haça hissə baxır saat 9-a, burada isə baxır təxminən saat 11-ə. 9-dan 11-ə 60 dərəcə, yəni 2 saat var. Hər saat 30 dərəcədə bilirsiniz. Burada hardan xətt çıxardaq? Baxın, elə bu ən gömbul ucundan xətt çıxardıram, uc hissədən. Baxır saat təxminən 6-7-yə doğru. Burada isə baxır təxminən saat 10-a doğru. Burada bir 90 dərəcə var. Burada baxır 12-yə, trapesiyanın balaca tərəfi. Burada isə baxır saat 8-ə. 8-dən 12-yə baxmıram ha, yadınızda saxlayın. Qaradan qırığa baxıram. 12-dən 8-ə. 8 saat var. O da eləyir 240 dərəcə. Burada da fikir verin. Ən bu belə V hərfinə oxşayan hissə var. Oradan ox çıxardıram. Baxır təxminən saat 1-ə. Qırıqda da o aşağıdadır ki, benim burada da baxır təxminən saat 7-yə. Birdən də 7-yə birləşsə 6 saat var, o da eləyir 180 dərəcə. Bizdən bunu azalma sırasıyla düzməyimizi istəyir. Deməli, 4, 5, 3, 2, 1. Cavab A variantı. Burada bir məsələni izah etməyi unuttum. Ona da baxaq. Bir ailədəki oğlan uşaqlarının hər birinin neçə qardaşı varsa, o sayda da bacısı var. Bir qardaşın neçə qardaşı varsa, o qədər də bacısı var. Qardaşların sayı 5 olsa, bacılarının da sayı 5 olur, 10 nəfər, bir dənə də özü 11 nəfər. Həmişə, məsələn, bu 3 olsa, bu da 3 olsa, 6, 6, bir dənə də özü 7. Qısacası bu epizodda cavab cüt-ədəd ola bilməz. Mənim, şəxsən özümdən danışıram. 2 bacım, 2 qardaşım varsa, deməli, bacı qardaşlarımın obşi sayı 4-dür. Özüm də üstünə gələndə 5 oluram. Yəni, cüt cavab ola bilməz. Bu billəri də digər cümləyə görə dəyərləndirirsiniz. Hər oğlanın qardaşlarının sayı hər qızın bacılarının sayından 2 dəfə çox. Ailədə neçə uşaq var? 5 uşaq. Mənim 2 bacım var, 2 qardaşım. Birinci cümləyə görə. Niyə? Çünki, deməli, təsəvvür eləməyimizi istəyirəm. Bu qardaşlar, bu da bacılar. Bu mənim. Mənim neçə qardaşım var? 2 nəfər. Neçə bacım var? 2 nəfər. 2 2-yə bərabərdir. O sayda qardaşı olan, o sayda da bacısı. Birinci cümlə hazır.
Deyir, hər oğlanın neçə qardaşı var? Hər oğlanın 2 qardaşı var. Hər qızın da neçə bacısı var? Hər qızın cəmi bir bacısı var. Bir onların da sayı bir-birindən 2 dəfə çoxdur. Bəli, düz deyir, 2 dəfə çox. 9 və 7 bu qiymətlərə uyğun deyil. Ona görə cavab olur 5. Yoldaşlar, burada var deməli 97-ci sual. Bu da biraz çətin sualdır. Gedişatını izah edeyim. Kalkulatorla istəyirsə hesablayın indi, amma imtahanda kalkulator yoxdur da biləsiniz. Bax, buradakı qiymət 2025-ci ildəki Azərbaycanın opşi qazancıdır. Buradakı qiymət isə Azərbaycanın neft və qazancdan opşi qazancıdır. 25-ci ildə. Buradakı göstəricilər də nədir? 25-ci ildəkidir qiymətin 24-cü ilə nəzərə nisbəti faizlə. Yəni məntiq ilə belə düşünün də. 24-cü ildə nə idisə Azərbaycan qazancı? Həmin qazanc indi 100,8-dir və 106-dır. Belə düşünə bilərsiniz. 2024-cü ildə Azərbaycanın opşi qazancı pulu nə qədər idi? Bilmirəm. X və o nə götürürəm? 100%. 25-ci ildə isə 100,8-dir. 100,8. 100,8. Və bu 106 milyard manatdır. Ya da ki dollardır. Bunun önemi yoxdur. 106. Siz buradan x'i tapmalısınız. X bərabərdir. 106 vurulsun 100 bölünsün 100,8. Mən indi bunu sürətli olsun, video sıxıcı olmasın deyə kalkulatorla eləyəcəm. Amma sizin imtahanda bu şansınız yoxdur. 106 vur 100 böl 100,8. Tapdım 105,2. Yuvarlaqlaşdırdım. 105,15 tapmışdım. Elədim 105,2. Bu bilsiz nədir? Bu Azərbaycanın 24-cü ildəki qazancıdır. Deyir 24-cü ildəki qazanc da 23-cü ilə nəzərən 104% olur. İndi təzədən tənasüb qurmalısınız. Yazmalısınız ki 23-cü ildəki qazanc nə qədər idi bilmirik. Onu götürürük 100%. 24-cü ildə isə 104,1% olur. Və bu 105,2 milyard olur. 105,2 milyard. Şimdi buradan da 105,2 milyardı vuracaqsınız 100'e. Yine böləcəksiniz 104,1'e. O da eləyəcək 101. Tapdınız ki 23-cü ildə Azərbaycanın qazancı olub 101 milyar. Hələ də misal bitməyib. İndi bunu qeyri-neft qaz sektoru üzrə deməməliyik. Deməli, yenə tənasüb qurmalıyıq ki, Azərbaycanın 24-cü ildə qeyri-neft qaz sektorundan gələn pulu nə qədər idi bilmirik və o 100% idi. 104,1 də 74,2'dir. Söhbət buradakı göstəricidən gedir. 74,2'ni 100'e vurub bölməlisiniz. 104,1'e eləyir 71,3. Yazıram 71,3. Bir çox insafsız sualdır. Yəni dəhşət sualdır. Bu kalkulatorsuz mümkünsüz kimi bir şeydir. Düzdür, bir neçə tələbəmiz tapmışdı, amma onlar da riyaziyyatı superdir də o tələbələrin. Və buna aid xeyli maraqlı tiplər işləmiş idi. Onlar biraz sürətlidirlər. Və nəhayət 71,3'ü də 112 ilə müqayisə edirik ki, 23-cü ildə neçə manat idi Azərbaycanın gəliri bilmirik, 100%. 112% 71,3. Götürüb 71,3'ü vururuq 100'e bölürük 112'ye. O da eləyir 63,7. Sual da bilsiz nə? Deyir ki, bu qeyri-neft qazdan gələn 2023'dəki pul 2023'dəki opşi qazancın neçə faizini təşkil edir?
En sonda da 63,7'ni bölməlisiniz 101'e, vurmalısınız 100'e. Bu da eləyir düz 63%. Şərtsiz qoyaq bu sualı. Keçək. 98. Baxın, başda 2 dənə bi hecası var. Bi, bi, axırda da bir dənə bi. Başda 2 dənə üçbucaq var. Deməli, bilər üçbucaqdır. Onda Barbie üçbucaqla bitməlidir. Onda bar nədir? Dairə. Onda bibar da dairə ilə bitməlidir. Onda bi üçbucaq etsə belə çıxır ki, bihal da digər üçbucaqla bitməlidir. Onda hal nədir? Hal. Qayçı. Halva da qayçı ilə başlamalıdır. Onda va nədir? Romb. Onda vadar sözdə romla başlamalıdır. Avtomatik bir dənə cavab var. D variantı. 2 sualımız qalıb. 99 rahat sualdır. Birini göstərim, tamamını özünüz eləyərsiniz. Deyir, 3 dənə sətri həll elə, sonra onları artırma azalma ardıcılığı ilə düz. 24 ilə 21'i bura qoyanda 6A 24 ise deməli A 4'tür. 7B 21 ise deməli B 3'tür. 4 çıx, 3 çıx 1. Neynir? 4'dən 3 çıxanda 1, 1'dən də 1 çıxanda 0. Deməli buranın cavabı elədir 0. 8 ilə 25'te qoyursunuz burada. Nəyin kubu 8'dir? 2'nin. Nəyin kvadratı 25'ti? 5'in. 2 plus 5. 7. 2'ye de vurdum 14. Ve birinci misalın cevabı elədi 14. 2'ni de tapırsınız. 3'ü de tapırsınız. Sonra artma ardıcılığıyla düzürsünüz. Oldu. 100. sualda məşhur hamar ağac. Bu sualda aylardır dalbadal düşür. Artıq avtomatlaşmışıq. Azərbaycanı 21,8 verir. Deməli onda Azərbaycanın pulu borcu 218 manatsa ümumdaxili məhsul da 1000 manatdır. Düzdür? Belə əldə edirdik də yadınıza gəlir. Sonra İsveçrə var burada sualın içində. İsveçrənin borcu və ümumi pulu. Bir də Meksika var sualın içində. Meksikanın ümumi borcu və pulundan danışacağıq. Şərtdə deyir ki, İsveçrənin ödəməsi Meksikanın ödəməsindən 3 dəfə azdır. Bunu əldə edə bilmirik. Amma ödəməsi, yəni borcu Azərbaycandan 13 dəfə çoxdur. Azərbaycan borcu 218 manat deyil. Vururam 13'e, eləyir 2834 manat. Bu İsveçrənin borcudur. Meksikanın ödəməsi Azərbaycandan 24 dəfə çoxdur. Meksikanın ödəməsi, Azərbaycanın ödəməsi 1000'dir axı. Meksikada Azərbaycandan 24 dəfə çoxsa, deməli 24 min. İlk cümlə nə deyirdi? İsveçrənin ödəməsi Meksikanınkindən 3 dəfə azdır. 24 mindən 3 dəfə az nə deməkdir? 8 min. Deməli, sonda verilən sual budur. İsveçrənin borcunun ümumi məhsulla nisbətinin faizlə göstəricisini tapın. Vur 100'e. Yoldaşlar, burada çubuqlu bölmə ilə 2834'ü 8000'e yox, elə 8'e bölsəz cavab çıxacaq. 28'in içində 3 dəfə, 24 çıxanda qalır 4. 3 də gəlir bura, 43'ün içində 5 dəfə, 43'dən də 40 çıxıram, qalır 30, 4 də düşür yanına. 34'ün də içində 4 dəfə, bunu da yuvarlaqlaşdıranda 35 eləyəcəkdir. Yəni 35,4 35'e yuvarlaqlaşır. Bizdən yuvarlaqlaşdırmaq istəyir. Mən deyərdim ki, burada 2-3 dənə çox çətin sual var. Biri bu 97'dir. Mən bunu da çətin sual kimi sayardım. Ovçu sual da çox vaxt aparandır. Qısacası bir 3-4 sualı çıxmaq şərti ilə imtahan yaxşı imtahandır. Normal imtahandır. 3-4 sualda normal qarşılamaq lazımdır. Hər dəfə olur. Sadəcə mən bunun tərəfdarı deyiləm ki, baxın neçə dəfə hesablama apardıq? 5-6 dəfə. Yəni bu qədər lazım deyil də məncə. Yəni tutaq ki, Vüqar bunun həllini bilir, dərk edir, amma Vüqar bu sualı sırf kalkulatorsuz
imtahanda vaxtı getməsini yaza bilmir, 1 bal itirir. Biraz bu cəhətdən insafsız nümunə kimi göstərmək olar. Amma bütün sualları göstərdim sizə hamısını. Bir izah verdim. Ümid edirəm sizin üçün faydalı oldu və siz mart imtahanında və növbəti aprel-may imtahanlarında uğur qazanacaqsınız. Hamınıza uğurlar arzulayıram. Allah zehninizi açıq eləsin. Qarşıdan gələn bayramlarınızı da, Ramazan bayramınızı, Novruz bayramınızı da təbrik edirəm. Allah sizi bayram ərəfəsində sevindirsin. Salamat qalın.